Axşamınız xeyir olsun, əziz və hörmətli izləyicilərim. Hər birinizi salamlayıram. Gecənin bu yarısında bax bizim efirə yayımladığımız bax bu videomuzun mənası odur ki, bugün gözəl izləyicilərimiz bax bu axşam biz 8 mart günü bizim Azərbaycanımızın qeyrətli xanımlarının bayramı günü bir gözəl işə nail olduq. Bəxtiyar qardaşımızın müalicəsi üçün 1000 Azərbaycan manatı pula ehtiyac var idi. Biz o pulu yarısını yığmışdıq, yarısı qalmışdı. Yəni qalan hissəsini bugün canlı yayımımız zamanı qardaş bacılarımızın dəstəyi ilə yığıb başa çatdırdıq. İnşallah mən ümumi hesabatım zamanı bu gələn pulların hər birinin hesabatını edəcəm. Amma bugün mən Bəxtiyar qardaşa bax bu gecə yığılan məbləği, yəni 1000 manatı tamamilə ödəyəcəm ki, sabah Bəxtiyar qardaşımız səhər saatlarında gedib həkimə və həkimdə müalicə alacaqdır. Yaşasın, yaşasın Azərbaycanın dəyərli insanları, yaşasın xalqımın mərd oğulları. Bugünkü canlımızda bütün Bərdə cəmaatına, ələxüsusta bizim kəndimizin, Sovetliyimizin insanlarına müraciətim oldu. Var olsun kəndimizin, rayonumuzun sakinləri, elə Bəxtiyarın qohumları, bizim kəndimizin sakinləri, sağ olsun Natiq, Rahil qardaşlar və yaxın ətraf. Hamı əl-ələ verdi, gözəl bir, həqiqətən ürək açan bir həmrəylik göstərildi, bu məbləğ yığıldı. Allah qazancınızı bol eləsin. Amin. Allah cibinizi dolu eləsin. Bəxtiyar, Allah sənə acil şəfa versin qardaşım. Yastığın yüngül olsun inşallah ki, sağ, salamat əməliyyat olunub və inşallah ki, gələsən ailənin içinə. Bəxtiyar yaxşı qardaşdır. Bəxtiyar dəyərli oğuldur. Bəxtiyar özü neçə illər Rusiyanın Sankt Peterburg şəhərində yaşayıb. Özü maşallah pul qazanan oğlan olubdur. Evinə, ailəsinə, qardaşına, yaxınlarına əl tutan insan olubdur. Həyat Bəxtiyar qardaşımızı imtihan edib. Bugün Bəxtiyar qardaşımızın sizin köməyinizə ehtiyacı var. Və siz də bu ehtiyacı əsirgəmədiniz. Bəxtiyar qardaşımızdan var olun. Bugün həm də niyyət gecəsidir, bugün Qədir gecəsidir. Bu gecənin sahibi olan, bərəkətli gecənin sahibindən sahibindən hər birinizə ruzi bərəkət arzu edirəm. Bəxtiyar. Amin qardaş, amin. Allah sizləri var eləsin. Allah xalqımızı var eləsin. Allah böyük ailəmizi qurusun. Dəmədə Alı cəmaatı çox sağ olun diqqətinizə görə. Bərdə cəmaatı çox sağ olun. Minnətdaram hər birinizə. Azərbaycan xalqına Allah təala var eləsin. Böyük ailəmiz təşəkkür edirəm hər birinizə. Allah sizi həmişə mehriban komanda eləsin. Çox sağ olun. Allah heç kəsi xəstə eləyib pis günə salmasın. Allah bütün xəstələrə şəfa versin. Rus qardaş, əziyyət verdim sizə. Allah köməyiniz olsun. Eşən qardaş, Allah balalarınızı xoşbəxt eləsin. Allah mərdimazardan, namərddən sizləri uzaq eləsin. Var olun əziz xalqım. Təşəkkür edirəm. Hər birinizin qarşınızda baş əyirəm. Çox sağ olun. Var ol Bəxtiyar qardaşım. Allah şəfanı versin. Çox sağ olun. 100, 200, 300, 400, 500, 600, 700, 800, 900. Bax, bu da qardaşım. 100 manat. Yəni ümumilikdə 1000 Azərbaycan manatı bax sənin
malicən üçündür. Allah min əvəzini versin, göndərənlərin Allah canını sağ eləsin. Amin Allah. Amin Allah. Allah heç kəsi xəstə eləməsin. Allah sizlərin hamınıza xoş günlər qismət eləsin. Amin Allah. Çox sağ olun, əziz xalqım. Təşəkkür edirəm. Elşən qardaş, çox əziyyət çəkirsən. Allah sizi var eləsin. Allah qapınızda xeyir işlər qismət eləsin. Amin. İnşallah Sadiq qardaş da sağalar, durar ayağa. İnşallah. Gün olsun, cəsarətin evinin açılışına təki sağlıq olsun. Mən də gəlim. Sağ olun. İnşallah. Allah sizi var eləsin. Amin Allah. Rəhmət olmasa bəxtə pulu göstərərdin Çox stolun sağ olun. üstündən. Gözəl izləyicilərimiz. İnşallah video çəkilişimizi yekunlaşdırırıq. Allahın izni ilə sabahda bu aksiyamız davam edəcək. Bizim digər bir qardaşımız, Sadiq qardaşımız üçün. Sadiq qardaşımızın səhhəti üçün. Allah sizlərdən razı olsun. Əlinizdən gələn yardımınızı, köməyinizi Sadiq qardaşımızdan da əsirgəməyin. İnşallah, inşallah. Sağ olun. Digər yardımlarımız da var. Şamaxılı qardaşımız, Hacı Qabullu qardaşımız hesabımıza 2200 Azərbaycan manatı yardım göndəribdir. İnşallah ki 20 ailəyə yardım edəcək. Digər yardımlar da var. Bunun hamısını sabahki çəkilişimizdə görüb şahid olacaqsınız. Var olun. Sabahınız xeyrə. İnşallah bərəkətə açılsın. Amin, amin. Çox sağ olun. Var olun. Qada görməyin, Allah sizə ömür versin. Sizə qurban. Sizin də dolanışığınız çətindir. Çətindir, evimiz də yanıb elə yarım. Sizin də ev yanıb, yarım çıxdı yoxsa? Yarım çıxdı, elə yanıbdı. Sən Allahın adı. Baxa bilərik ana. Deyə elə yanan yer Bax, görükür. kasıb, kasıb. Ay kasıb. Niyə belə? Can, can. Başqalarından, qısalarından Can, ya Allah özü kömək etsin. orada 200 lira. İnsanların çətin dolanışığı bir yana, bu faciə də, bu bədbəxt hadisə də bir tərəfdəndir. Adın nə oldu ana sənin? Məmmədova Mərziyyənin sürəti. Mərziyə ana. Allah sizə ömür versin, can sağlığı versin. Vəziyyətimiz çox pisdir qadın. Can, elə dedi, Fərqanə bacı dedi. Hə, 220 manat alıram, onda şeydir, vermişəm sələmə. Qıçalarım tutulmuşdu, üstünə sağlıq, nənə qurban. Heç yeriyə bilmirdim. O da elə belə Allah qələ sələmdədir. Can ana. Nə qədərdir sələmin ana? 770 manat deyə tutulmuşdu. Yerdə döşər uzanaqlıydım. Başımı dördüm o qapıya. Can. Yeriyə bilmirdim. Can. Nə qədər pulun olsa ana sələmdən canın qurtarar. Kartını özün alıb özün. 770 manatım olsa elə bir verərəm, elə onun kartına kimsə kömək eləyəcək, götürdər mənim kartımı göndərər. Yəni 770 manatın olsa kartını verir. Hə, öz elə Neçə kötü- ildir ana sələmdə? 2 ildir qadın aldı. Vay be vay vay. Elə altın çıxır. Anam nə qədər çıxır hər ay üstündən pul? 700 16 manat verir də 100 yox 116 manat. ay Allah 16 Hə, faiz. insafsız. O 16 əlim şeydə qaldı, darda. Day sürünürdüm. Gedə bilmirdim heç ara. Özüm öldürməyə dedim hala. Cəmaət deyəcək görüm var bu yaşında niyə özün öldür? Günahdır Allah Taala tərəfindən. Ana elə söz eləmə. Eləmədim də dedim nə olur? Hə, bax elə. 2 ildir Hə. çıxır Hə, elə- hər ay Hə, hə, bax elə. 700 manata deməli 16 hər 770 100-ə manat. 16 çıxanda hər 100-ə 16. Hə, Vay dədənənə var. 70 oradan. 80 neçə manat çıxır deyəsən. Yəni Elə təxminən hə. hə. Çox idi, azaldı 700 idi. Ayağımdan getdim, hansı həkimə getdim, şey eləmədi. Dizlərimə yenə vurdu. Ana Şükür. dərdin ağır imiş sənə Hə. qurban. Qadam evdə ayrı kim var kömək eləməyə? Göbək ikimiz götürərik. Yox, özümüz götürərik. Zəhmət olmasa anam sizə 70 manatlıq sovqat verəcəm. Sağ Qubalı ol. qardaşımız, Rusiyada Sağ yaşayan ol. qardaşımız. Allah kömək olsun. Allah da ayağında Pulun dursun. Bu göndərir. oruçluq günü özü köməkli eləsin. Amin Allah. Ondan sonra canınızı sağ eləsin. Amin Həmişə Allah. urzalı olun, qadan alın. Allah prezidentimizə də ömür versin. Amin. Bu cavanlarımıza da dəyməsin. Amin Şəhidlərimizə də rəhmət eləsin. Amin Qazilərin Allah. canı sağ Amin. eləsin ki, belə gündə yaşayırıq. Sağ ol ana. Hə, Allah sizə də qadına. şəfa versin. Sağ ol, qadan.
qədər yaxşı oğul var. Atdın əlini hər dəfə sən dərmana eşən. Atdın əlini hər dəfə sən dərmana eşən. Sevə bilməz gülü əlbəttə çəməndə. Hisslər səni heç vaxt sevə bilməz bu vətəndə. Bir dərdi olan dərdinə imdad diləyəndə. Atdın əlini hər dəfə sən dərmana eşən. Atdın əlini hər dəfə sən yardıma eşən. Sən şir kimi gəldin bu çətin dövrana eşən. Az rast gəlinir indi təmiz insana eşən. Namərdləri qovdun, nə qədər yaxşı oğul var. Atdın əlini hər dəfə sən dərmana eşən. Atdın əlini hər dəfə sən dərmana eşən. Kasıb insanlara hər zamanda gərəksən. Qəlbin ki gözəldir, neçə xoş gün görəcəksən. Sən xəstələrə dar günündə həmişə köməksən.